Startaplarda maliyyə planlaması və resurs bölgüsü. Startap qurursan, amma pul harada xərclənəcək? Gəlir necə yaranacaq? Heç planın varmı? Startaplarda maliyyə planlaması və resurs bölgüsü uğurun açarıdır. Gəlin baxaq, startaplarda maliyyə planlaması niyə vacibdir? Büdcənin qurulması. Hər bir startap üçün əvvəlcə aylıq və illik büdcə müəyyənləşdirilməlidir. İşçi maaşları, ofis xərcləri, marketinq, texnologiya, hamısı əvvəlcədən planlanmalıdır. Bu, gələcəkdə sürpriz xərclərin qarşısını alır. Resursların prioritetləşdirilməsi. Pul və vaxt həmişə məhduddur. Ən önəmli fəaliyyət sahələrinə məhsulun hazırlanması, bazara çıxış və müştəri əldə etməyə prioritet ver. Lazımsız xərcləri təxirə salmaq startapın sağ qalması üçün həyati əhəmiyyət daşıyır. Gəlir və xərclərin izlənilməsi. Hər ay gəlir və xərcləri izləyin. Sadə cədvəl və ya mühasibat proqramı istifadə edə bilərsiniz. Beləliklə, harada qənaət etmək, harada əlavə sərmayə qoymaq lazım olduğunu dəqiq görəcəksiniz. Sərmayə və ehtiyat fondu. Hər startapda gözlənilməz xərclər olur. Maliyyə yastığı qurmaq və sərmayələri ağıllı bölmək riskləri azaldır və startapın böhran dövrlərində dayanmasına kömək edir. Nəticələrin təhlili və planın tənzimlənməsi. Plan təkcə kağız üzərində qalmasın. Hər ay nəticələri analiz et, hansı strategiya işləyir, hansını dəyişməyə lazımdır. Bu addım startapı inkişaf etdirmək üçün vacibdir. Startaplarda maliyyə planlaması və resurs bölgüsü uğurun təməlidir. Yaxşı planlaşdır, ağıllı xərclə və izləməyi unutma. Uğurlu startap belə başlayır.